Baxın, bizim proqramımızda hal-hazırda beynəlxalq hüquq eksperti İsmail Zalov iştirak edir. İsmail müəllim hər zaman bir söz söylüyor. Biz əgər məsələləri öz aramızda milli dəyərlərimizə söykənərək, adət-ənənələrimizə söykənərək, bir ağsaqqal sözü ilə, bir ağbirçək sözü ilə aradan qaldıra biləriksə, yaxşı mənada çıxış yolu tapa biləriksə, bizim bilirsiniz məhkəmələrimizin işində nə qədər xeyir olar. Bilirsiniz, biz ən xırda məsələləri belə məhkəmələrə aparıb çıxardırıq. Baxın, bugün mediasiya nə qədər xeyir edib artıq məhkəmələrin işinə. Bilirsiniz, bu nədən irəli gəlir, mənim əzizlərim? Biz aramızda iki adamın arasında olan ən xırda Rafiq müəllim, mübahisəni belə məhkəmə müstəvisinə aparıb çıxartmaq istəyirik. Məsələn, deyək ki, internet üzərindən çoxları evi üçün yemək sifariş verir. Düzdür, məniz tamaşaçılarımız, siz də internet üzərindən yemək sifariş verirsiniz. Yeməyi sizin evinizə gətirirlər. Yeməyi gətirən adamla aranızda xırdaca bir mübahisə yaranır. Xırda bir mübahisə. Həmən mübahisə ilə bağlı məhkəməyə müraciət edirlər. Məhkəmə də ona görə Nurayna xanım çox gözəl vurğuladınız. Bilirsiniz nətərdir? Biz vətəndaşlar hüquq mühafizə orqanına yükləyirik. Bəli. Xırda bir məsələ ilə bağlı olaraq da dərhal məhkəməyə müraciət edirik. Ancaq görürsünüz ki, bu hüququ da heç bir addım da deyil. Nə üçün ki, bir xırda məsələdir, buna hüquqi qiymət verilmir. Məhkəmə görürsünüz, qəbul etmir və yaxud da rədd edir ki, gedin özünüz barışıq əldə edin. Nəsə bir şey İndi mediator vasitəsilə mediator da var, bəli, artıq xeyli yüngül